Salamlar, mən biologiya müəllimi Ayşə müəllim. 4-cü ixtisas qrupu üzrə biologiya fənnindən ikinci şans imtahanına hazırlaşan abituriyentlərə dəstək məqsədi ilə çəkilir bu videonu çəkirəm. Əziz abituriyentlər, ikinci şans imtahanında insan skeletindən sual düşmə ehtimalı var. Ona görə də ekrana yaxın əyləşin və əgər bu videodan nəsə öyrəndinizsə, zəhmət olmasa bəyənin ki, daha çox insan yararlansın. Şəkildə gördüyünüz insanın çanaq qurşağıdır və yaxud da aşağı ətrafların qurşaq skeletidir. Biz burada nə görürük? Biz burada iki çanaq sümüyünü görürük. Növbəli şəkildə onları işarələyirəm. Və siz nə görürsünüz? Bu çanaq sümüklərinin bir-birinə birləşdiyini görürsünüz. İnsanın çanaq sümüyü 2 ədəddir. Növ olaraq yastı sümüklərə aiddir. Aşağı ətrafın qurşaq skeletini təşkil edir və onlar öz aralarında birləşib çanaq qurşağını yaradır. Gəlin, çanaq sümüyünə arxa tərəfdən baxaq. Baxıb görürük ki, çanaq sümükləri həmçinin burada nəyə birləşib? Deməli, onurğa sütununa birləşib. Şəkildə gördüyünüz, hal-hazırda işarələdiyim hissə onurğa sütununun olma fəqrələridir. Daha dəqiq desək, oma sümüyüdür. Biz bilirik ki, insanın onurğa sütununun oma şöbəsində 5 fəqrə var. Bu fəqrələr bir-biri ilə birləşib tək oma sümüyünü əmələ gətirir. Hal-hazırda şəkildə işarələdiyim oma sümüyüdür. Çanaq sümükləri hər ikisi oma sümüyünə birləşir. Lakin şəkildən də göründüyü kimi onlar oma sümüyünün bütün səthi boyunca ona birləşmir. Təxminən birinci, ikinci oma fəqrələri bərabərliyində birləşir. Deməli, burada gördüyünüz isə, bu hissədə gördüyünüz isə büzdün fəqrələridir. Bizim onunla işimiz yoxdur, büzdün fəqrələrinə. İndi gəlin, deməli, keçək aşağı ətraf skeletinə ümumi bir baxış edək. Deməli, biz burada nə görürük? Orada gördük ki, çanaq sümükləri bir-birinə birləşdi və eyni zamanda oma sümüyü ilə birləşdi. Həmçinin burada da görürük ki, çanaq sümüyünə həmçinin aşağı ətrafın sərbəst hissəsinə aid olan bud sümüyü birləşir. Bud sümüyü uzun borlu sümükdür və insan orqanizminin ən böyük sümüyüdür və ən çox yük götürmək qabiliyyətinə malik olan sümüyüdür. Və eyni zamanda biz burada çanaqla budun əmələ gətirdiyi oynağı görürük. Çünki onlar bir-biri ilə hərəkətli şəkildə birləşib oynaq əmələ gətiriblər. Hər çanağa bir ədəd bud sümüyü birləşir. Çanaqlar bir-biri ilə birləşir. Həmçinin çanaqlar oma sümüyü ilə birləşmə əmələ gətirir. Sual düşə bilər ki, insanın çanaq qurşağını əmələ gətirən sümüklər və yaxud da aşağı ətraf qurşağını əmələ gətirən sümüklər neçə növ sümüklə birləşmə əmələ gətirir? Deməli, uzun borulu bud sümüyü ilə uzun borlu sümüklər bir-biri ilə birləşir. Yəni çanaq sümüyünün birləşməsini soruşarsa bizdən bir-biri ilə birləşir. Çanaq özü yastı sümükdür. Bir də onurğa sütununun oma fəqrələrinə birləşir. Onlar da qarışıq sümüklərdir. Deməli, buradan başqa nə görürük biz? Deməli, bud sümüyündən aşağıda biz qamış və inci sümüyünü görürük. Siz bilirsiniz ki, burada da bir oynaq əmələ gəlir və o oynağı əmələ gətirir bud və qamış sümüyü. Burada inci iştirak etmir. Gəlin şəkildə diqqətlə baxın, siz onu görəcəksiniz. Baxın, bu qamış sümüyüdür. Görürsünüz, o bud sümüyü ilə birləşmə əmələ gətirir və orada hərəkətli birləşmə oynaq əmələ gəlir. Lakin inci sümüyü bud sümüyü ilə birbaşa birləşməyib. İnci sümüyü yuxarıdan qamış sümüyünə birləşir. Deməli, burada aşağı ətrafların sərbəst hissəsinə aid hələ ki 3 sümüyü demişik. Eyni zamanda hal-hazırda siz diz qapağı sümüyünü də görürsünüz. Yuxarı ətraflarda belə sümük yoxdur, amma aşağı ətrafların sərbəst hissəsində diz qapağı sümükləri də vardır. Sonra gəlin baxaq pəncə hissəsinə. Bildiyimiz kimi insanın yuxarı ətrafların sərbəst hissəsində, yəni əllərdə əl daraqarxası sümüyü var idi, sümükləri var idi. Hər əldə bunların sayı 8 ədəd idi. Ancaq ayaqda bunların sayı 1, 2, 3, 4, 5, 6 və 7 ədəddir. Bir vahid azdır. İnsanın, deməli burada yazırıq, ayaq daraq-arxası sümüklərinin sayı 7-dir. Ayaq darağı sümüklərinin sayı isə 1, 2, 3, 4, 5. Sayı, darağın sayı olacaq 5. Falanqaların sayı isə ümumi 14-dür. İndi falanqaları sayırıq uşaqlar. Deməli, falanqalar baş barmaqda 2 ədəddir, barmaq falanqası. Digər barmaqlarda isə birində göstərəcəm, sayı 3 ədəddir. Gəlin, burada da göstərək, sayı 3 ədəddir. Deməli, cəmi 14 barmaq falanqası vardır. Deməli, 14 barmaq falanqası, deməli, daraq sümüklərinin sayı 5,
Dara-arxası sümüklərinin sayı isə 7-dir. İnsanın yuxarı və aşağı ətraflarının skeletində sümük sayı, sərbəst hissənin sümük sayı bir-birinə bərabərdir. Bir yuxarı ətrafın sərbəstində də 30 sümük var, bir aşağı ətrafın sərbəst skeletində də 30 sümük var. Bu bərabərliyi yaradan nədir? Uşaqlar, əl yuxarı ətrafın sərbəst hissəsində, bir sərbəst hissədə, bir ətrafın sərbəst hissəsində əl daraq-arxası sümüklərinin sayı 8-dir. Lakin ayaqda bunların sayı 7-dir. Bir vahid aşağı ətraflarda fərq verir. Lakin azdır, yəni. Lakin yuxarı ətrafların sərbəst hissəsində diz sümüyü yoxdur, amma aşağı ətrafların sərbəst hissəsində diz sümüyü də var. Bu fərq aradan qalxır. Deməli, bir yuxarı ətraf və bir aşağı ətraf sərbəst hissəsi sümüklərinin sayı 30-dur. Cəmi yuxarı ətrafları sərbəst hissəsində 60, aşağı ətraflarında sərbəst hissəsində 60 sümük var. Deməli, ətrafların sərbəst hissəsi sümüklərinin sayı 120-dir. Ümid edirəm anlaşılıqlı oldu. Diqqətiniz üçün təşəkkür edirəm.